düz deyil. Mən də deyirdim, Zar mənim də, hamı deyirdi. Ceylan yazıq da deyirdi. Biz tapmamışıq ki, özün tapmışdın. Özü yıxılanda ağlamaz. Mən çox istəyirəm Nabatı. Amma ağlaya, bayquşluq eləyir, nə olur? Acıqlayıram. Gəlirsiniz burada da şeyli oğlan boşayıb. Nağaraq indi birini oğlan boşayar, biri qız boşanar. Uşaq basmayıb deyəsən 3 dənə 5 dənə uşaq basıb bunu. Ağlayır, necə dolandıracaq bunu? Biri var idi, biri yox idi. İstənməyən yerdə insan qalmaz. 3 ay qalmırsan orada sən, ay qızım. 3 ay boşana onun qapısında qalmırsan. Niyə, nəyə görə? İndi niyə ağlayırsan, ay mənim balam? Yeri yoxdur, yəni ki, boş bir kəfəngət kimi bir şeydir. Hello, bye bye. Ürək verirlər, kalbasa kimi düzəlib oradan, bəsdirin az. İki adamlarsınız. Deyin ki, bala, get iş tap, işlə. Bu bütün günü canlıda oturub, Nigar da ona dedi. Get iş tap, işlə, anava bax, özüvə bax. Biz onu çox istəyirik. O mənim balam kimi onu çox istəyirəm mən. Salam. İndi ağlamağı 3 aydır. İndi uca insanın bir yarası zaman keçdikcə sağalar da, düzdür ya yox. 3 aydır da, indiyə uca sağalmalıdır. İndi niyə ağlamaqdır? Nəysə, Allah heç kəsin ocağını qaratmasın, ay dostlar. Üzülürəm, bəli, bu uşağın ikinci ailəsi idi. Ailə də demək olmaz da, nə demək, mən bilmirəm. Və yazın inşallah. Əsəblənirəm, danışıram, sonra pis oluram. Mən də deyirəm ki, 3 ay qabaq ayrılmışsan da, ay qızım. Ay moderatörlər, siz burada şeyləmirsinizsə, burada dayanmışsınızsa, mən bura dayananı gətirin bura. Mən də deyirəm, könlüm istəməz, heç bir ailə dağılsın. Vallahi, billahi, Allah hamd olsun ki, istəmirəm ki, bizim heç bir qızlarımız boynu bükük qalsınlar, ağlasınlar. Daha indi olub da, nağaraq indi. Uşaq basmayıb, bir şey eləməyib. Ağılla hərəkət eləmək lazım. Bəli, gedərəm, işləyərəm. Geyinərəm, keçinərəm, Nigar'a bax. Nigar'a baxın, qarşı tərəf yalvarsın. Halal olsun deyəndə xanım, mən həmişə düz danışıram da. Bax, indi oraya kayıtlar eləyəcəklər, məndən düşəcəklər. Bayaq baxıram, həqiqətən baxıram. O qədər o kalbasalar düzülmüşdü ora. Kalbasalar. Biri demir ki, ay kızım, niye ağlıyorsan? Niye ağlıyorsan? 3 aydır boşanmışsan. İndi sənin yaran sağalmalıydı. İndi niye ağlıyorsan? Ağlıyorsan ki, şeylə də, nədir onun adı? Olmaz yəni ki. Şifa. Aynadım nədir? Hada vereyim, mən də onu deyirəm də, başa düşdünüz. Boşanıb hamı, bu saat hamı da boşanır. Biz neyniyək onda 2 dənə uşaqla gördük, nə biabırçılıqla mənim uşaqlarım ayrı-ayrı düşdülər. Pərən qalmışıq, evim eşiyim. Biz nə araq onda? Dəsmal götürüb bütün günü burada ağlayan oturaq, yox. Olmaz. Demişik, biz onu çox istəyirik. Yenə də deyirəm, çox istəyirik. Mən onun balalarını çox istəyirəm, Ceylan balalarını. Amma Ceylan bacı buradan bəlkə də eşidir məni. Görürsən, o bütün günü o canlıda ağlayır, sısqıyır. Bağlatdır da dinən bağla, sözün keçir axı sənin. Xalqın evindədir. Məsələn, Aslanın evində gəlin var, məsələn, oradadılar da, düzdür. Sonra da deyirik, gəlirlər pisdir. Gəlin də deyər ki, mənim evimdə nə qədər ağlaşma qurmağı var, məsəl üçün, düzdür ya yox. Xalif Ləman necə oldu? Xalif işləyir də. Oldu, qutardı da. Uşaq yox, bir şey yox. Deyəsən ki, hədə uşaq, oğul uşaq basıb, necə baxaram, necə böyüdərəm, məsəl üçün. Yox, getdin 3 aydır sən. Deməli, verilişə gələndə bunlar boşanıblarmış. Xəstəliklə gəlmişdi ora qız.
Mən çox istəyirəm onları, amma olmayan şeyə amin də demirəm də. Yəni ki, başa düşür, gəlib yaza durursunuz. Belə elədi, boşandı, nə Allah kömək olsun. Mən heç kimin balasına pislik hələ Ceyrana yazığım gəlir. O Ceyran nəysə bir nəvə hələ götürməyib əlinə bu yaşında. Mənim böyük nəvəm 8-də 2 oğlandı. Uşağa görə olub. Nə uşağa görə olub? Heç nə olmayıb. Gəlirlər, yazırlar prosto. Şey eləyirəm mən də. Allah heç kimin hamının balasını xoşbəxt eləsin. Ayrılıq var. Bunlar şey eləyib, məsləhətləşib ayrılıblar. İkisi də bir yerdə gedib boşanıblar. Burada nə var ki? Ağlamalı bir şey var, yox da. 3 aydır boşanmışsınız. Ona görə lazım deyil. Ceylan говорит, хочет на мать, не дает ей. Что хочет, Sevinç Hanım? Sevir, öğrenip kız ona öğrenip şey, kişiler budur da. Bu kişilere inanmak olmaz. Allah hakkı. Değil Nigar. Deyirəm ki, adını çəkən yerlər olur, istəyən yer var məsələn. Deyirəm, ha kızım, get də, belə qalma. Deyir, hara gedirəm? Mənim başımdan eləyirsən. Bu Nərgizə bax, bu Nərgizin öz. Mən deyir, başından eləyirsən, neynirəm deyir. Gördüm də deyir. Тут сказать, она кричит, de işləyir, öz əli, öz başı. Mən də demişəm, Nigar da deyir, ay kızım, get işlə. Bax, bu saat indi oturup TikTok'da oturmanın mənası yox. Bu saat iş düşünməlidir, iş. Gedim işləyim, vəssalam, özümü də ayağa qaldırım, heç kəsə möhtac olmayım, gedim işləyim, vəssalam. Öz başımı, özüm dolandırım, anama baxım, oturum. Oğlan evləndi, bilmirəm can, oğlanla xəbərim yoxdur, mən qarışmıram, mən bilmirəm, prosto burada gəlib mənə yazırlar, başa düşürsünüz, salam, axşamınız xeyir. Mən də deyirəm, olmaz, yəni ki, indi hamı ayrılıqda, çox adam, əhalinin 80% boşanıb. Uşaq yox, bir şey yox. Ay bacı, niyə ağlayırsan? Həm də 3 aydır da ayrılmısan, boşanmısan. Düzdür, 3 aydır. Hindi niyə ağlayırsan ki? Emilə Məmmədova, salam, kes. Nəysə, o da mənim balamdır, o da mənim qızımdır. Bax, öz qızımı da bax, burada görürsünüz. Şey deyiləm, məsələn. Olmaz. 3 aydır. Burada mənə yazırdılar ki, boşanıblar. Mən də prosto Ceyrandan o qədər inciyirəm ki, dostlar da. Deyirəm ki, Ceyran bacı, belə bir söhbət var da. Deyir, yox. O günlərim də deyirdi, yox. Axırda qız deyəndən sonra bilmişik, məsəl üçün də. Başa düşdük. Boşanan günü gəlməlikdə anasının evinə, orada niyə otururdu? Mən çox istəyirəm, yenə deyirəm. Mən Ceyran bağlarını çox istəyirəm. Bax, o aslan nə elədi, onu çox istəyirəm. Nabatı da çox istəyirəm. Amma ki, bax, belə şeylər məni xoşlamadığım şeylərdir. Başa düşürsünüz, istəmirəm belə şeylər mən. Sevmirəm belə şeylər. Yaxşıdır, pisdir, özü seçmişdi, özü getmişdi. Düzdür? Özləri bilərlər. Ayrılıblar, heç nə. Boşanmaq ayıb deyil, bəli. Fərdə xanım, hə də ayrıldın, boşandı, uşaq yox. Deyim ki, uşaqlar basıb. Biri oradan inqa deyir, biri süd istəyir, biri qatıq istəyir, biri nə istəyir, yoxdur, hardan verim. Qarşı tərəf işləmir, vermir, yox. Tək quru canındır. Anan da yanında, maman da yanına götür, ona bax, ver, Nigar da məsləhət görüb, mən də pis məsləhət vermirik ki.
Burada TikTok'da niye ağlıysan, karşı tərəfdə desin ki, ölür məndən ötürü. Valla nə bilim, insanın biraz qüruru olar da. Axır ki, boş verin, ayrı söhbət edin, məni danışdırmayın. Saat oraya yazacaqlar, indi də onlar başlayacaq. Tez-tez deyilsə, nə deyirsən, ay gülə. Axır ki, Allah hamının balasını xoşbəxt eləsin. Heç kəsin balasını evlənib bu şey. Evlənib, Allah xoşbəxt eləsin. Nə deyək ki, ay bala? Aşağı canlını söyər. Mənə nəyimə lazımdır? Hamının balasını Allah xoşbəxt eləsin. Çətindir, biz analar, biz valideynlər, bax o Ceyran da qara gündən evlatlar böyüdü. Hamı elədi. Bəzən deyirik ki, mən belə qara gündən böyüdüm, böyütməliyik də, bu evladı biz dünyaya gətirmişikcə bu uşaqları, biz baxmalıyıq, Əhməd Məmməd baxmalı deyil. Kimi oxuyur, müğənnilik eləyib, saxlayıb, kimi sübürkəçilik eləyib, saxlayıb, kimi kağısı olan canında qoymuşduq, bacı. 2 aydır boşanmalı, 2 aydır. Nə deyirdim, hər bir yolla saxlayıb uşaqlarını, böyüdüb, boya başa çatdırıb, başa düşürsünüz. Heç kəsin başına vurmasın ki, mən zülümlə evlat böyütdüm. Hamı üçün deyirik. Hərə bir yolla böyüdür, hərə bir sənəti ilə böyüdür. Biri sübürkəçiliklə, biri oxumaqla, biri yığışdırmaqla, biri nə bilim ticarətçiliklə. Bu uşaqları bizlər dünyaya gətirmişiksə, baxmalıyıq da bunlara. Heç yaxşı olmadı deyəndə, ay Minacət xanım, əvvəlindən bəri, başından bəri görünən bir şeydir. Deyəsən ki, yox. Nailə xanım, deyəsən ki, birdən-birə xəbərimiz oldu. Bu belə şey deyil, axı. Əvvəlindən bəlli idi ki, bunlar tamam başqa dünyaların adamlarıydı. Allah kömək olsun, nə deyim, heç ağlamasın, sızlamasın. Xanım, siz uşaqları tək böyük. Bəli, anam olub yanımda, Nərgizə anam baxıb, amma maddi cəhətdən özüm işləmişəm. Əlbəttə ki, mən baxmışam. Anam da baxıb, mən də baxmışam. Amma Nigara sırf mən baxmışam, tək baxmışam Nigara. Nərgizə amma anam ilk nəvəsi olub, 8-ci sinifə qədər anamın yanında böyüyüb Nərgiz. Deyirlər tək baxmışız uşaqlara. Neyse, nə bilim, Allah kömək olsun. Özünü döyür, ağlayım. Canlıda özünü döyür. Pis söyledi. Orada da görmüştü değil mi? Onu tanıyırdı, bilirdi. Boş verin böyle şeyleri dostlar. Her şeyi danışa bilmirəm burada. Boş verin. Biz başa salmışıq. Ay Zəhra, nə qədər başa salaq? Başa salmaq mümkün deyil. Başa salmaq mümkün deyil. Başa salmışıq. Nigar da onu gördünüz, başa saldı. WhatsApp'da da o gün Nigar gece nə qədər danışdı ondan ki, bacı, get işlə, öz ayağının üstündə dur, anava bax, özüvə bax. Uşaq səni basmayıb, sənin 50 dənə uşağın yoxdur ki, uşaqlara görə ağlayasan ki, necə baxacam bu uşaqlara? Tək quru canındır buradan. Hələ 2 aydır boşanmışsan. Sən indi əgər o vaxtdan ağlayırsansa, soqqorun çıxmalıydı. Valla Ceyrana yazığım gəlir. Qalıb Neyse masa. Biz demişik, valla demişik, mən də demişəm, Nigar da deyib, Nərgiz də deyib, xeyri yoxdur. Ay Cəhra xanım, bu dünən olan şey deyil ki, 2 aydır bu şey. Heç 2 ay qabaq burada danışıb gülürdü axı burada.
Bizim canlı da gelip. Aha gülürdü, YouTube'a da koymuştular. Ne oldu da bu 3 günde indi ağlaşma kuruldu? Neyse, bu barədə daha danışmaq istəmirəm. Prosto yazığım bir o ceyrana gəlir. Vəssalam da, valla. Xalqın qızları ilə bax belə oynamaq olmaz. Əlbəttə ki, Maşa xanım, bəli. Maşa xanım, düz yazırsınız. Salam yallah, necəsiz? Nankörlara nifrət, bəli. Nankörlardan uzaq qaçmaq lazım. Özləri bilərlər, nə deyim, avastik olsun, sağ olun, can, bağıdır, 123. Latin, nə? Latin. Sizin qızlarınız çox tərbiyəlidirlər. Çok sağ ol ay Maşa. Nefes kullan. Hə vallah. Mən qorxacağım yoxdur. Latin neydi? Lat. Vallahi elə nankörlara nifrət, vallahi düzdürsünüz. Mən niyə ki, mənim nə işim var, mənim nəyimə lazım? Səbir Kənan xanım, Allaha and olsun ki, Qurana and olsun ki, bax o günlərim ucu daha söyləmişəm. Acıqladım da ondan sonra zəng də eləmirəm, məsəl üçün. Ürək-dirək də vermişəm, Nigar da verib, Nərgiz də verib. Hamımız demişik, yaxşı olar, aybalar, başa salmışam, bu həyatdır, bu. Sən əvvəlindən bilirdin hər şeyi, biz görürdük, böyüyün sözünə qulağa, odur budur. Uşaq yoxdur ki, uşağa görə ağlayasan, eləyəsən, başa düşdünüz. Biz demişik, Nigar da deyib, Nərgiz də deyib, mən də demişəm. Belə bir qəribəliklər var, belə bir qəribəliklər var. Başa düşürsünüz, çox qəribəlik görürəm bu şeylərdə. Bir de ki 2 aydır boşanmışsan, ayrılmışsan, ay kızım. 2 ay. Bir gün 3 gün qabaq bizim canlıda gülürdü şaqqıltıyla. Yine ne oldu da ağlıyorsan axı? Olmaz axı belə. Mən qeyd edirəm, mən Ceylanı çox istəyirəm, balalarını da çox istəyirəm, Aslanı da çox istəyirəm, Nabatı da çox istəyirəm. Amma bilirsən nədir, bu boyda bayaq görə 1700 insan orada kalbasa da oradan ora düzülür. Nabat, niyə ağlayırsan? Deyərəm ki, aç, gözünün yaşında sil, canlını da bağla, kənarda otur, nə axşama qədər ağla. Nabat boşanıb, bən. Ağlamaq istəyir, gözündən yaş. Allah kömək olsun, ay dostlar, nə deyək? Allah kömək olsun, Allah Ceyranım. Bax, mənim bir dənə yazığım gələn adam Ceyrandır. Nəyə görə? Ceyran da canında çox işlər var. Mənim də bacılığımdır o. Onun canında çox işlər var. Amma Ceyran məsələn, bu yaşına çatıb yazığın nəvəsi yox. Yazıq qadındır da, başa düşürsünüz. İnşallah yaxşı olar. İki aydır boşanıb, rəsmi. Allah kömək olsun, nə deyim. Siz də gedəndə bir dənə onu deyin ki, ay bacı, get iş tap, işlə, hər şey yadından çıxacaq, kollektivi öyrəşəcəksən, iş yoldaşların olacaq, çölə çıxacaqsan, əlvə pul gələcək, maaş gələcək, anava da bax, özünə də bax.
Ay Üzey, sən də səbəb axtarırsan. Hələ oradasan, səbəblərdəsən. Alınmayıb da, alınmayıb ayrılıblar. Mən nə bilim. Ay uşaqlar, açmadınız, Nərgiz. Salam Xatirə xanım, Cesiz. Ay Kama xanım, sevmirdi, niyə alırdı? Adama bir sual verərlər də. Bax, sevməyən adamı niyə alaram? Pulu yox, deyim ki, puluna görə alıbdı. Heç nəyə yoxdur. Bax, sevmirdisə, bunu niyə alırdı? Yazıq deyil. Nərgizə salamdır. Ya Allah, baş üstə. Nəysə. Nankörlara nifrət. Nəysə. Bu barədə mən daha danışmaq istəmirəm, dostlar. İstəmirəm danışmağı bu barədə. Heç istəmirəm. Ya Cərə. Allah kömək olsun hər kəsə. Allah heç kəsin balasını peşman eləməsin. Biz analar, biz valideynlər min əzabla evlad böyüdürük. Axırda bir nanəcimin əlində görürsən ki, nəysə. Yenə də həyat davam eləyir. Ümid çox sağ olun. Amin yazırsınız. Amin. Allah heç kəsin balasını nanəcim adama, natərəs adama qarşılaşdırmasın. Nə balanızı, nə özümüzü baxın. Özümüzü belə. Kölə çıxırıq, yola çıxırıq, bazara gedirik, xəstəxanaya, marketə, iş yerində, bax, yolda, izdə, məsələn, blokda, orada, burada, natərəs, nanəcim adama heç kəsi Allah qarşılaşdırmasın. Vallahi dostlar. Amin. 1067. Amin. Ekranda tıklayaq bir zəhmət. Tıklasaq yaxşı olar. Məqsəd odur ki... Yox əşi. Zahir müəllim onun toyunu eləməyib. Onlar özləri toy eləyiblər. Oğlan evi özü toy eləyib. Zahir müəllim düzü qardaş payı verir. Amma onların toyunu oğlan evi özü eləyib. Mən yalan danışa bilmərəm. Allah başıma daş salar. Yox, onu demək istəyirəm ki də, bu iki ayda ağlamırdın. Burada gəlib gülürdün, ay kızım. İndi nə olub bütün gün orada canlı açıb ağlayırsan? Mayın 4'ü bizimləsən olacaq inşallah. Kəşke olsun. Sevinç 61 deyir. Kəşke olsun. Namik Məmmədov, xoş yayınlar. Sağ ol, Namik. Ekran tıklayın, ay dostlar. Bilirsiniz, insan başı girməyən yerə bədənini soxmaz. Gələcəklər bizimlə sənə. Kim gələcək ya Zəhra? Kim gələcək? Nə, boşanmışıq deyə gələcəklər bu evi. Nəysə. Oldu, qutardı da. Ceyranla bak, yox əşi daha bəzi adamları uzaqlaşdırıblar həmşəlik. Köhnələr olmayacaq. Salam Esxala, necəsiz? Zavra təzə mövzular, yo, Zahir müəllim işləməz. Köhnələr çünki belə şeylər yoxdur. Senari 3 serial 3 başlayır. Buğa bürcü. Vallahi mən nə serial yazmamışam. Yazanlara da nifrət edirəm. Oynayanlara da seriallarda. Əgər serial çəkiblərsə onlar. Təksi çağırsın, bəsdir. Yox, bacı çağırır, gedərəm. Darıxmışam zaten. Onlar üçün, işçilər üçün də, hamısı üçün. Amma sağ ol, Qəbələ qardaş, çox sağ ol.
Eşim ürəkdir, can, çox sağ ol. Aygün xanım, necəsiz? Afət xanım, salam, necəsiz? İsmi xanım, televiziyaya evlənənlərin hansı xoşbəxt olub? Sizsiz veriliş olmaz. Ya Cəhlan, canım mənim, yox əşim. Bircə veriliş olsun, o yığma komanda var idi, o banda, o şayka. O pislik şaykası, onlar olmaz. Afət Məmmədova, salam, salam, necəsiz, sağ olun. Karol, salam, necəsiz? Sağ olun, mənim yəqin ki, yeni layihə ilə gələcək inşallah. Allah qorusun. Nə olur olsun, bu şayka, bu banda var ha, pislik bandası. Onlar olmasın. Sizin seriallarınız zor idi. Mənim serialım olmayıb axı orada canım. Mən real, məsələn, mən söz dedi, ekspert, mən çıxdım, getdim, o mən heç kəs öyrətməyib, özüm də, yəni şeyləmişəm, nətər deyim. Mən orada rolcad oynamamışam, can, mənə qarışdırmayın. Salam, qədim Qəbələ qardaşım, necəsiz? Ayaqqabını çöldə atmışam. Bax, ayaqqabını mən çöldə atmışam. Darvazanın yanında. Mən şou yaratsam, elə oranın içində yaradardım da. Biraz ağıl var, məntiq var, düşünün biraz. Zavra halaldır. 26-83. Sevinç 61 gülür. Hə də, mən ayaqqabını mən çöldə atmışam. Mən sizlərə hörmət edib, studiyaya hörmət edib, Zaur Baxşəliyevə hörmət edib, mən içərdə oyun çıxarım. O ayaqqabını orada da ata bilərdim. Prosto mən canımı götürdüm, qaçdım, çıxdım ki, o sözləri eşitməyim. Başa düşdünüz? Mən orada heç kəsə hörmət qoymasaydım. Niyə atırdın ki, ayaqqabını əsəbimlə, hirsimlə? Ya gərək gedib döyməliydim, ya da ayaqqabı. O nə idi? Qaçırdım, oranın işçi sənanda mənim dalımca qaçırdı. Orada da Təbrizdim. Təki veriliş olsun. İnşallah olacaq can. Baxacaq xanımı, Şəbnəm. Bəxtsiz ola bilər. Səhər intiqim. Eşi ürəkdir, Mətanət Ağayeva. Çox sağ ol canım mənim. Eşi xanım, sizi Mehriban xanım. Eşi xanım, sizi Mehriban xanımı gözləyirik verilişdə. Can, ürəyim. Mehriban xanım, bəli, gedəndən sonra əlbəttə ki, Şamil müəllim getdi, Mehriban xanım getdi. Sanki bizimlə səndə elə bir ki, mən gedirdim, otururdum, amma ekspert yerlərinə baxanda onları görmürdüm də, başa düşürsünüz, bir iz qoymuşdular onlar orada. Çox məyus olurdum, kədərlənirdim, başa düşürsünüz. Ki, kaş ki burada hətta verilişlərin birində dilə də gətirmişdim ki, əgər Mehriban xanım burada olsaydı, belə olmazdı. Başa düşürsünüz. Bizə təsəlli verir. Kim təsəlli verir? İnşallah yaxşı olar hər şey, dostlar. Verilişlə başlayar. Mən də sizlərdən biriyəm, sizin səsinizəm məndə, siz də düzləyirsiniz. Veriliş başlasın, əlbəttə ki, Zaur Baxşəliyev efirdə olsun, amma bu ünsürlər var ha, bu TikTokda oyun çıxaran mundarlar, onların ayağı ora dəyməsin. O söyüş söyənlər, o tərbiyəsizlər, ora ayaqları dəyməsin. Ekran yəni veriliş olacaq inşallah. Günay xanım gəldi, canım mənim, necəsiz? Ekran tıklayaq, valla bir iki dənə tıklayan var, bu da 4.6'dır, 100% bilirəm. Mətanət Ağabəyova. Elan gedir, olacaq. Harada elan gedir? Hamı sevinəcək, həqiqətən veriliş başlasa,
Hamı sevinəcək dostlar. Düzdür, paxıllar ölüb yanacaqlar, amma hamı sevinəcək dostlar. Elif çok sağ ol Elif. Çok sağ olun, teşekkür ederim. Blogger intikam elan edir. Neyi? Sevinç 61. Elif Hanım çok sağ olun canım benim. Giyinip geçinip oturarsınız ekran qabağında. Salam Eşit Həsənova, salam. Verilişin başlayacağına, hə, inşallah. Allah qoysa. Ay, ay. Zaur Kemal'ın verilişi olacak inşallah. Ay 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 ay. Ay Rauf, sənə soruşmaq ayıb olmasın. Deyirsən ki, Allah eləməsin, qulağın bayram eləyir indi deyirsən. İndi dayan bir dəqiqə, ay Rauf, mən də oradan çıxmışam da, onda gərək sən məni də görməməlisən. Mən də oradan çıxmışam, onda sən gərək bu səhifəyə heç gəlməməlisən. Ondan sonra bloklamalısan məni. Başa düşürsən? Siz ayrı. Necə mən ayrı? Ay Rauf. Neyse, veriliş olacaq inşallah, Allah qoysa. Mən də orada tanımışam da, ay Rauf. Nə qədər olduq? 28.000 olmuşuq dostlar. Ekran tıklayaq. Biraz gücləndirək dostlar. Oradakı axmaqlarla özünüzü bir tutursunuz. Yox, yox Tural, Allah eləməsin. Mən oradakilərlə özümü də nə bir tutmuram, nə eləmirəm. Salam Bahar xanım, necəsiz? Sizi demir, hə, mən demir, bildim. Ayın 4'ünü gözləyək, ətir dünyası. Can, oturun gözləyin. Bu gün ayın neçəsidir? Bu gün ayın neçəsidir dostlar? Ayın tarixindən də xəbərdar deyiləm. Ay. 26'sı. 9 gün var. Təkcə sizi çağırsın. Can, barx. Çox sağ olun dostlar. Mənə qiymət verən insanlar, məni orada görmək istəyən insanlar, hamınıza təşəkkür edirəm. Çox sağ olun, çox var olun. Allah hamınıza razı olsun. Gözəl sənin tırnağında olmaz. Oo, bacı, onun adını çəkmə burada. Onun adını çəkmə, bacısız, qardaşsız, bilmirəm, bacı, onun adını burada çəkmə. Xatirə salam, necəsiz? Elə adamların adını çəkməyin bu səhifədə. Siz layiqsiniz. Sağ ol Həsənova, çox sağ olun canım mənim. Bu saat birisi nə zamanədir? Pisliklərin zamanəsidir dostlar. Vallahi doğrudan deyil. Ömür xanım 12 salam, necəsiz? Bəli, mən də incik tərəflərim olub. Məsəl üçün çox incik tərəflərim olub. Amma ki sağ olun Ömür xanım, şükür Allaha canım. Salmanova özü ama özü ıslık deyəcək. Ətir dünyası, onun adını çəkmə burada. Zakatana salam, necəsiz? Növbə ilə gəlirlər də, Xatirə xanım. Növbə iləndir. Yaxşı olun Ömür xanım, yaxşı olun canım mənim. Mən də həqqi çox darıxdım, sözün doğrusu. Çox tənələr elədilər, özünüz bilirsiniz bizim izləyicilər. Gəlib burada ələ salırdılar.
Ne oldu, bağlandı, ne oldu? Ələ salırdılar. İnşallah açılar, darıxırıq. Mən də Allah qoysa qızlarına sən verilişə həm TikTokda əltəbinizi gözləmişsiniz. Rauf, çox sağ ol, ay Rauf. Hə, mən də əlbəttə çox darıxmışam. Bəzi insanların tənələri, Ceyran Pərvizi söydüm. Az boş verin belə şeyləri. Yaxşı, o söyürsə, nə əcəb qarşı tərəf çıxıb onu söymür. Mənim bildiyim o qarşı tərəf çoxdan çıxıb söyərdi onu. Nə əcəb yoxdur, çıxmır. Boş verin. Boş verin, ay dostlar. Dördü bütün verilişler açılır. İş yok, pensiya yok, veriliş yok. Neyini? Ömür Hanım yoktu, yok. Pensiya yok, iş yok, düzülücüsü iş ne yok. Xatirə xanım da təsdiqləyir. Əsas can sağlığıdır. Hə, canımız sağ olun. Yəni. Salam, salam, Rəhimli Aygün. Necəsiz? Balalar, nəvələr, necədirlər? Keyfin sağ olun, Rəhimli Aygün. Çox sağ olun, Allah razı olsun Aygün xanım. Çox sağ olun, çox var olun. Hamı yaxşıdır. Hamı yaxşıdır. Allah razı olsun. Mən də sizə ürək. Yarpaqlar. Bax, Şəlif özü dedi, 4-də veriliş başlayır bibi. Bax, gözünüz aydın olsun, ay dostlar. Nabat ağlaya-ağlaya deyir, gül atın 3 qatdır. Neyse. İra, salam, İradə, necəsən? Lalə xanım, necəsən, gəldin? Evdə heç kəs yoxdur. Rəhimli Aygün, harada? Orada Esmoş, Aycan, Aysu Qurbanlı, salam. Fərid Cəfərov, salam, necəsiz? Esmoş, Aycan, Esmoş. Mənə kim deyirdi Esmoş? Esmoş. Ekran tıklayın ay dostlar, ne olar ekran tıklayın. İradə xanımı qoşun. Hanı İradə xanım? İradə xanımı dillər qoşun. Hanı istək atsın qoşun. İriçka istək at. Mən hər adamı qoşmuram. Prosto yəqin tanıyırlar da İradə xanım. İstək atması qoşa bilmirəm. Nə qədər adam var burada istək atın. Sevinir. Kim sevinir? İradə. Ay İradə, mənə mi deyirsən o sözü?